Ümumiyyətlə Qədr gecələrində edilən duaların sirri nədədir? Qədir gecələri əslində gecələri deməyək, əhya gecələri deyək. Qədir bir gecənin adıdır. Həqiqətən o gecə çox sirlidir. O qədər sirlərlə doludur ki, Leylətul Qadr xeyrun min əlf şəhr deyir Qurani-Kərim. Yəni Qədir gecəsi 1000 aydan daha xeyirlidir. 1000 aydan daha xeyirli bir anı yaxalamaq üçün gərək insan özünü hazırlasın. Çünki böyük bir xeyrə, böyük bir xəzinəyə, bəlkə də insan üçün fantastik görünə biləcək bir həyatı insan o gecə ala biləcək. Bu da bir insanın talihinin gerçəkdən dəyişməsidir. Yəni Allah-u Teala insanın talihini əslində bir dəfə yazıb. Onun üçün zaman, məkan yoxdur. Bizim üçün zaman var, əsrlər var, bugünkü zaman var, gələcək zaman var. Bu yaradan üçün bir zaman anlayışı yoxdur. Çünki yer kürəsindən bir çıxıb kainatı biraz gəzdiyimiz zaman görürük ki, fərqli planetlərdə fərqli zaman ölçüləri var. Amma ümumi bizim kainat çapına baxdığımız zaman görəcəyik ki, metafizik aləmdə Allah üçün yəni bir yaradılış var, bir də son var. Yəni orada zaman anlayışı yoxdur. Odur ki, bu anlayış bizim həyatımıza, bizim dünyamızda gerçəkləşir. Bəli, biz öz qədərimizi, öz talihimizi sanki yenidən yazdıracağıq kimi Rəbbimizə üst tutacağıq. O gecənin ən şah cümlələri sevgili Peyğəmbərimiz Aleyhisselatü Vesselam'ın hədis şəriflərində gəlir. Mübarək bir anamız söylüyor ki, ya Resulallah, bilsək ki, bu gecə Qədir gecəsidir. Bu gecə mən nə iş görüm? Hansı ki, biz Qədir gecəsində insanlar böyük bir təşvişin içərisində ki, görəsən, nə edək ki, Allahı razı salaq? Nə edək ki, Rəbbimizi məmnun edək? Doğrudur, bütün bunlar hamısı gözəldir. İnsan o gecə əslində hər kəsin bir Qədər gecəsi var. İndi bunu da altını çizərək söyləyək ki, ola bilsin ki, mənim Qədər gecəm mənim bir tövbəmə bağlıdır. Mənim Qədər gecəm bir insanı bağışlamağa bağlıdır. Mənim Qədər gecəm bir elmin fütuhatında, bir idrakin dərinləşməsində bir nəyəsə bağlıdır. Mənim Qədir gecəm belə insan var ki, mərifat, yəni Allahı tanımağa bağlıdır. Yəni hər kəsdə əslində o Qədər gecəsi dediyimiz gecənin o üfüqlərində, mənasında, o gecənin qaranlığından axirətin sabahına gedən yollarda, cığırlara düşməsində bir idrak var, bir anlayış var ki, insan dərk eləyir ki, bəli, mən gerçəkdən Allahın quluymuşam. Mən dünyanın köləsi deyiləm. Bax, o insan üçün Qədir gecəsi odur. O dediyiniz sirli gecə odur. O talihin yenidən yazılması odur. Artıq insan tövbə edir və dönə bilir Yaradana. Üst tuta bilir öz xaliqinə və onunla ünsiyyət qurmağa başlayır. Və bundan sonra insanın gerçəkdən həyatı dəyişmiş olur. Və biz burada görürük ki, bax, talihin dəyişməsi. Yoxsa insan çoxlu dualar eləsin. Amma yenə də əməlləri kirli əməllərdir. Burada yenə də dua edir, namaz qılır, bu tərəfə keçir, yenə də insan aldadır. Burada zəkat verir, bu tərəfdə gedir, rüşvət alıb yeyir. Haram loxmalarla özünü, evladını bəsləyir. Və bu haramçılığın, əslində bu talançılığın, bu anormal həyat tərzinin bir müminin həyatında fövqəladə dərəcədə böyük mənfi tərəfləri var. Çünki insan əslində halal loxma ilə Allaha yaxınlaşır. Haramlar heç vaxtı qurtuluş yolu deyil.